Şahlar Məmmədov, hüquqşünasam. Bakalavr təhsilimi Bakı Dövlət Universitetində, magistr təhsilimi isə Bakı Dövlət Universitetində və Gent Universitetində almışam. Ad Universitetində uzun müddətdir hüquq fənni tədris edirəm və eyni zamanda Vəkillər Kollegiyasının üzvüyəm və İngiltərə və Wales Hüquq Cəmiyyətinin üzvü kimi solistlərəm. Hal-hazırda KPMG Bakı ofisində baş hüquq meneceri kimi fəaliyyət göstərirəm. Mən 4-cü yüksək müsabiqəsinin qalibiyəm. Gənclərə tövsiyəm hər zaman daimi inkişaf etmək və qarşılaşdıqları çətinliklərdən və problemlərdən hər zaman öyrənmək. Salam əziz iştirakçılar, gəldiyiniz üçün sizə minnətdaram. Mənim adım Şahlar Məmmədov, ixtisasca hüquqşünasam. 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm və hal-hazırda KPMG şirkətində işləyirəm, baş hüquq meneceriyəm. Mövzumuz sırf mənlə bağlıdır, karyerada yüksəliş. Çünki mən 7 ildir bu dövrdə işlədiyim zaman anladım ki, müəyyən bir təkamül keçirilməlidir. Yəni bir inkişaf olmalıdır və bu inkişafın sonunda siz idarə etməyə keçirsiniz. Ona görə də mən öz təcrübəmi sizinlə paylaşmaq istədim. Ümid edirəm ki, sizə az da olsa faydası olar. Bəs sizdən ilk növbədə soruşmaq istəyərdim. Hal-hazırda karyerasına başlayanlar varmı? 1, 2, 3, 4, 5. Bəs yaxın zamanda planlaşdıranlar varmı? Çox qısa zaman ərzində. Aha. Ona görə də ümid edirəm ki, bugünkü müzakirəmiz sizin üçün faydalı olur və maraqlı olar. İlk növbədə mən bir sualla başlamaq istəyərdim. Əslində bu suallar bizim bütün müzakirəmizin belə deyək də, yekunlu və əvvəlini balanslaşdırmaq üçün verilibdir. Bir məsələni düşünək ki, siz işləyirsiniz, məsəl üçün bir bankda və bank sahəsini çox yaxşı bilən rəhbəriniz var. Amma o komandanı idarə etmək qabiliyyətinə malik deyil və ya bu qabiliyyəti zəifdir. Bu sizə hansı risklər yarada bilər? Texniki cəhətdən çox yaxşıdır, amma komandanı idarə eləməyi, komandaya dəyər verməyi cəhətdən müəyyən problemlər var. Hansı riskləri görürsünüz? Mən Bakı Slavyan Universitetində Məmmədli Alsu. Əlbəttə, texniki cəhətlə bir yerdə yumşaq bacarıqlar da lazımdır insana karyerada və bu yoxdursa, əgər liderlik ruhu yoxdursa, bu məndə ən birinci motivasiyamı aşağı salacaq və işə gedib gəlməyi istəməmə, artıq fikrin yayıma baş verir. Bu da həmçinin mənim öz karyerama təsir göstərəcək. Aha, motivasiya? Bəli. İşi həvəsin olması bəli. Və gələcəkdə olan karyeranızla bağlı suallarınızın yaranması. Bəli, həmçinin planlarımı da dəyişdirə bilər bu mənim. Aha, çünki motivasiyası azalır və gələcəkdə sizin o işdə uzun müddətli qalmaq və inkişaf perspektivlərinizi sorğuluyursunuz. Bəli. Çox sağ olun. Başqa nə fikirlər? Siz zəhmət olmasa? Mən fikirləşirəm ki, texniki cəhətdən nə qədər güclü bir menecerlə işləsək belə, əgər onun insanları idarə eləmə, koordinasiya və yumşaq bacarıqları güclü deyilsə, o zaman biz şirkətin ümumi vizyonundan, bir də ki, dəyərlərindən uzaqlaşmış olarıq. Çünki ümumiyyətlə bir şirkətdə 3 səviyyədə planlamadan söhbət gedir. Bunlar operasional, funksional və strategikdir. Əgər operasional olaraq nə qədər güclü olsaq belə, əgər biz planlaşdırma cəhətdən zəif isə, idarə etmə cəhətdən zəif isə, o zaman C-level menecerlərin və aşağı səviyyəli menecerlərin ümumi planlaşdırılması effektiv olmayacaq və bu produktivliyə mənfi təsir göstərə bilər deyə fikirləşirəm. Aha, çox düzgün məsələ vurğuladınız.
yalnız işçi tərəfdən deyil, şirkət olaraq da müəyyən çətinliklər yaradacaq bizə. Çünki siz ancaq qeyd etdiyiniz kimi gündəlik fəaliyyətlərə baxırsınız, amma siz bir şirkətin sanki düşünün ki bir bədəndir, o bədənindən birisiniz. O üzv artıq funksional cəhətdən tam işlək vəziyyətdə deyil. Nəticədə nə baş verir? O şöbə və ya o struktur bölmə hər zaman axsıyır. Bəs onda mən sizə bir ikinci ssenarini soruşum. İşin texniki tərəfini yaxşı bilmir, amma dediyiniz o yumşaq bacarıqları var. Bu zaman nə risk yarana bilər? Mən Müşfiq Mehdizadə İqtisad Universitetində təhsil alıram. Bu mövzu ilə bağlı onu deyə bilərəm ki, texniki məsələlər, ümumiyyətlə hamımız insanıq, hamımızın duyğuları, emosiyaları var. Buna görə də gedişatda əgər biz komandamızla, öz struktur bölməmizlə yaxşı münasibətlər qura biliriksə, gedişatda bir müddətliyinə ləng proseslər gediksə də biz öyrənə bilərik ətrafımızdakı insanlardan. Təbii ki, yumşaq bacarıqlar bizə imkan verir ki, biz ətrafımızdan rahatlıqla və qısa müddətdə öyrənək və həmin mühitə adaptasiya olaq. Yəni burada əməliyyat riskləri formalaşa bilər, amma qısa müddətdə əgər bizim yumşaq bacarıqlarımız imkan verirsə, öhdəsindən gələ bilərik. Aha, çox sağ olun. Mən düşünürəm ki, texniki tərəf də vacib bir amildir. Çünki texniki tərəf tapşırığın mahiyyətini başa düşməkdir. İnsanın yumşaq bacarıqları nə qədər güclü olsa da, tapşırığın həcmini başa düşən bir rəhbər onu komanda arasında güclü bölüşdürə bilər. Buna görə bu zəncir şəklində bir-birindən əlaqəlidir. Bəli. Başdavlat Universitetinin debat klubunun üzvü Murad Qafurov. Texniki cəhət yoldaşımızın dediyi kimi zənciri başladan tərəfdir, başlayan hissədir. Həmin texniki cəhəti də, yəni düzgün tətbiq olmadığı situasiyada biz heç bir uzun müddətli perspektivdə olan uğurlardan, komandadakı motivasiyadan danışa bilmərik. Çünki həmin zəncir elə başlamamış qırılırsa, burada deməli böyük problemlər olacaq. Aha, əslində siz çox düzgün vurğulayırsınız. Birinci halqa elə texniki məsələdir. Niyə? Texniki məsələ sizin üçün formallıq gəlməsin. Texniki məsələ dedikdə əslində elə işin mahiyyəti başa düşülür. Yəni, məsələn, mən hüquqşünasam. Mənim görəcəyim iş bir müqavilənin yoxlanmasıdır, bir hüquqi problemin həllidir və ya bir müştərinin maraqlarını hər hansı qurumun qarşısında müdafiə eləməkdir. Bu, əslində birinci halqadır. Niyə? Çünki siz o işçilərin necə iş gördüyünü və onu necə tamamladığını qiymətləndirə bilirsiniz. 2. Siz verdiyiniz tapşırığın mahiyyətini anladığınıza görə həm düzgün vaxt verirsiniz, ona lazım anda dəstək olursunuz və düzgün komandanı formalaşdırırsınız. Niyə? Çünki sizin komandada müxtəlif təcrübəyə, müxtəlif biliyə malik şəxslər var və siz onlardan işin görülməsində faydalanmaq istəyirsinizsə, siz onları qiymətləndirə bilərsiniz. Qiymətləndirmək üçün də sizin o bilikləriniz, o sahibi bilikləriniz çox vacib faktordur. Görürsünüz, əslində 2 dənə fərqli ssenari var. Amma ən ideal versiyası odur ki, əslində rəhbər şəxs həm texniki biliklərə sahib olsun, həm də qeyd edildiyiniz yumşaq bacarıqlara malik olsun. Burada texniki bilik deyəndə sadəcə düşünməyək ki, o komandada ən güclü biliyə malik olan şəxsdir. Bu hər zaman belə ola bilməz. Niyə ola bilməz? Çünki müxtəlif komanda üzvləri var, hər birinin öz ixtisaslaşma səviyyəsi var və siz bir rəhbərdən bütün komandanın hamısının malik olduğu bilikləri hər zaman gözləyə bilməzsiniz. Əksinə, rəhbər olan şəxs bu komandanı düzgün idarə eləməlidir və onları anlamalıdır. Burada olan o bilik hər zaman ən yüksək bilik demək deyil. Adekvat və komandanı qiymətləndirə biləcək və komanda işini düzgün aparmağa kömək edəcək bilik daha uyğun variantdır. Bəs bu karyera inkişafının mərhələlərində siz özünüz dediniz ki, texniki bilik vacib məsələdir. Bəli, bu əslində karyera inkişafında birinci mərhələ formalaşmadır. Formalaşma necədir? Formalaşma dedikdə tələbə həyatıdır, sizin təcrübənizdir, sizin staj dövrünüzdür. Bu dövrdə siz daha çox öyrənirsiniz və müşahidə edirsiniz. Yəni, sizdən gözlənilən sizin daha çox məlumatı, biliyi və təcrübəni öyrənməyinizdir, verilən tapşırıqları düzgün riayət etməyinizdir və bu dövrdə siz artıq karyera həyatınıza uyğunlaşırsınız. Yəni, bu da sizdən gözlənilən ən fundamental bacarıqları əldə etməyinizdir.
müxtəlif stajlarda ola bilərsiniz, müxtəlif təcrübə proqramlarında iştirak edə bilərsiniz. Bu sizin ilk formalaşdırma dövrünüzdür. İkinci dövr inkişafdır. İnkişaf niyə vacibdir? İnkişaf ona görədir ki, siz ilkin bilikləri əldə etdikdən sonra bunu üzərinə qoymalısınız və qərar qəbul etməlisiniz. Siz hansı sahə və ya sahələr üzrə ixtisaslaşırsınız? Deyə bilərsiniz ki, mən bütün sahələr üzrə ən yuxarı biliyi əldə edə bilərəmmi? Bu hər zaman mümkün olmur. Nümunə kimi göstərsək, hüquq sahəsidir, hüququn müxtəlif sahələri var. Korporativ hüququ var, kommersiya hüququ var, əmək hüququ var və s. Siz bütün bu sahələrdə ixtisaslaşmaq mümkün olmur. Ona görə də artıq siz seçimlərinizi eləməlisiniz və hansı sahələr üzrə daha dərin bilik və təcrübələr əldə edirsiniz. Bu dövrdə sizdən həm də gözlənilən ancaq öyrənmək deyil, ən kiçik səviyyədə daha gənc, yəni formalaşma mərhələsində olan əməkdaşların da öyrədilməsidir. Onları öyrədirsiniz, onlara tapşırıqlar verirsiniz və kiçik layihələri də idarə etməyə başlayırsınız. Üçüncü mərhələ sizin davamlılığınızdır. Davamlılıq nədir? Davamlılıq artıq siz müəyyən bir sahə üzrə özünüzü inkişaf etmişsiniz və siz ilkin olaraq rəhbərlik bacarıqlarına sahibsiniz. Çünki siz kiçik layihələr icra edirsiniz və artıq siz müəyyən qədər rəhbər rollara başlayırsınız. Bu rəhbər rollarda davamlılıq nə ilə vacibdir? Çünki siz artıq müəyyən qədər texniki bilikləri əldə edirsiniz və texniki biliklərdən o yumşaq davranışların tələb olunduğu sahəyə keçirsiniz. Bu sahə sizin əslində rəhbər kimi olduğunuz sahədir. Çətinlik nədir? Çətinlik odur ki, siz inkişaf dövründə özünüzə fokuslanmışdınız. Özünüzü inkişaf etdirməyə çalışırdınız. Amma üçüncü mərhələdə siz eyni zamanda bəli öyrənirsiniz və öyrənməklə yanaşı komanda üzvlərini də öyrədirsiniz, onlarla əməkdaşlıq edirsiniz və onların da sizin kimi işləri görməsinə dəstək olursunuz. Dördüncü isə daha çox mentorluq kimi deyilir. Yəni artıq siz burada idarə etməni həyata keçirirsiniz. Dördüncü mərhələdə siz artıq özünüzün bütün bu mərhələdə aldıqlarınızı yeni nəslə ötürməyə başlayırsınız. Məsələn, görürsünüz bunu bəlkə də çox böyük şirkətlərdə uzun müddət işləyən şəxslər artıq bir müşavir və ya məsləhətçi roluna keçirlər. Niyə? Çünki uzun müddət əldə edilmiş təcrübəni artıq miras qaydasında ötürməyə baxırlar. Bu, karyeranın daha sonraki mərhələsində baş verir. Burada ən kritik məsələ 2-dən 3-cü mərhələ keçiddir. Niyə? Siz 2-ci mərhələdə mütəxəssis olursunuz, 3-də liderlik, rəhbər roluna keçirsiniz. Mənim şəxsi karyeramda ən çətin anım burada oldu. Mən öz iş yerimə gələndə hər zaman öyrənmişdim ki, işi tək görürəm. İşi tək görürəm, hesabatını verirəm, işim uğurludursa, bu mənə kifayət edir. Və mən işləri özüm görməyə çalışırdım. Problem nədir? Problem odur ki, siz mütəxəssis kimi yaxşı ola bilərsiniz. Amma liderliyə keçmək istəyirsinizsə, burada sizdən əlavə gözləntilər var. Mənim birinci ilim tamamında mənə verilən qiymətləndirmə bu yöndə idi. Mən tək işləyirəm, komanda üzvlərinə lazımi qaydada dəstək və kömək eləmirəm. Yəni, bilik və bacarıqlarımı ondan paylaşmalıyam, lazımi anda onlara kömək eləməliyəm və öz layihələrimi də onları cəlb edib, onların inkişafına kömək etməliyəm. Bu mənim birinci qiymətləndirməmdə olan ilk iradə idi. İkinci irad ondan bağlı idi ki, mənə verilən tapşırıqları gözləyirdim. Özüm o məsuliyyəti istəmirdim. Yəni, gözləyirəm ki, mənə məsuliyyət verilsin. O məsuliyyət vaxtında verilməyəndə isə sadəcə gözləmə mövqeyində dayandım. Bu, niyə sual çıxartdı? Sual ona görə çıxartdı ki, bəzən sizin rəhbərləriniz işdə olmaya bilər, obyektiv səbəblərdə. O zaman o boşluğu siz gözləməli deyilsiniz. Siz dərhal doldurmalısınız. Bunu eləyə bilmədikdə artıq bir rəhbərlikdə sual yaranır ki, siz gələcəkdə lider roluna
uyğunsuz, yoxsa yox. Mütəxəssislə lider arasında fərq. Mütəxəssis dedikdə texniki bilikləri güclü olan şəxsdir, rəhbər isə bunun üzərinə yumşaq bacarıqları da əlavə edib komandanı idarə etməsinə kömək edən şəxsdir. Mütəxəssis doğru vurğuladınız ki, texniki cəhətdən məşğul olur, amma lider həm texniki, həm də nəzarət prosesinə baxmalıdır. Çünki lider onun komandası var və o komandasına düzgün nəzarət eləmədiyi təqdirdə nə dərəcədə texniki cəhət üstün səviyyədə olsa da artıq orada düzgün komanda işləməyi, uğur qazanmaq orada mümkün olmayacaq. Onun üçün də liderin üzərində yüksək məsuliyyət gəlir onun üstünə. Ona görə də lider onun həmin o strateji düşüncə ilə, gələcəyə yönümlü baxışla hamısını nəzərə almalıdır və bu yöndə fəaliyyət göstərməlidir. Mən Seyid Əvliya, Azərbaycan Texniki Universitetində təhsil alıram. Mənim fikrimcə, mütəxəssis daha çox öz işinə fokuslanır, onun öhdəliyi daha azdır. Lakin lider rolunda isə daha çox işçiləri ilhamlandırmalı, onlara motivasiya verməlidir. Həmçinin əgər mütəxəssislərin hər hansı bir çatışmamazlığı olsa iş cəhətdən, həmçinin lider onları tamamlamalıdır və buna görə də onun üzərinə çox yük düşür. Fikirləşirəm ki, əsas fərq mütəxəssisin qısa vadeli düşünməsidir, lakin liderlər daha uzun müddətli düşünürlər. Mütəxəssis olmaq bir nəfər olmaq deməkdir, amma lider olmaq bütün komandanın təmsilçisi olmaq deməkdir. Əgər sən bütün komandadakı digər mütəxəssisləri anlayırsansa, onların daha yaxşı olduğu sahələri bilir və koordinasiyanı düzgün aparsansa, o zaman bu talant bazasından daha effektiv istifadə eləmək deməkdir ki, uzun müddətdə də daha strategik məqsədlərə çatmaq üçün daha effektivdir deyərdim. Bəli. Əslində hər biriniz çox doğru vurğuladınız. Burada o məsələ ancaq bir layihəyə fokus olmaq və ya fərdiyyətçilik deyil. Buradan artıq bir komandaya keçiddir. Yəni siz ancaq özünüzü düşünmürsünüz, siz həm komandanızı düşünürsünüz, həm şirkətdə düşünürsünüz, həmçinin də burada bir balansı qoymağa çalışırsınız. Ona görə də biz nəyə öyrənirik? Təcrübə hər zaman idarə etməyə keçiddə kifayət eləmir. İkinci məsələ, insanların idarə etməsi ilə layihələrin idarə edilməsi fərqlidir. Bu keçidi eləyəndə çətinliklərlə üzləşilir. Yaxşı, sizcə layihələrin idarə olunmasıyla insanların idarə olunmasında əsas fərq nədir? İnsanların idarə edilməsi daha çox emosional və sosial bacarıqlara əsaslanır. Lakin layihələrin idarə edilməsi planlama və strateji düşüncə tələb edir. Əslində strateji düşüncə hər ikisində rol oynayır. Çünki siz özünüzün, komandanızın kapitalını formalaşdırırsınız və insan kapitalına baxanda müəyyən eləyirsiniz ki, mövcud komanda uzun müddətli inkişafımızda və fəaliyyətimizdə kifayətlidir mi? Və kifayətdirsə, onu necə daha da inkişaf etdirə bilərəm? Mənim fikrimcə, hər iki rəhbər şəxsdə yumşaq bacarıqlar olmalıdır. İstər insanların idarə edilməsi, istər layihələrin idarə edilməsi. Amma layihələrin idarə edilməsində təcrübələr, yəni texniki biliklər bir addım daha öndədir. Çünki layihənin düzgün idarə olunması, düzgün hissələrə bölünməsi, hansı kadrların hansı işi görəcəyi daha önəmlidir. Siz bununla bağlı artıq kifayət qədər özünüz fikirlərinizi bildirdiniz ki, nələr lazımdır? O, rəhbər şəxs üçün emosional intellekt, liderlik və kommunikasiya. Və mütəxəssisdən lider roluna keçiddə ən çətin məsələdən biri odur ki, texniki işdən imtina eləmək istəmir insanlar bəzən. Niyə imtina eləmək istəmir? Çünki burada siz ən yaxşısınız və yaxşılardan birisiniz. Və sizin uzun illər ərzində bu işlə məşğulsunuz. Siz liderlə keçəndə bu işləri ötürməyə başlamalısınız. Və artıq siz daha yuxarı səviyyədən, daha böyük pəncərədən baxmağı öyrənməlisiniz. Və o zaman hansı risklər yarana bilər və bunu necə həll edəsiniz? Mən deyərdim ki, burada kollektivdə bir-birini tanıyırsa əməkdar, hansı ki o irəliyə gedir, demək onun bilik bacarığına güvənir və fikirləşir ki, o ona mane ola biləcək. Bu yüzdən o həmişə ona mane olmağa çalışır. Amma bu həmişə öz bilik və bacarığına görə, irəlidə olduğuna görə onunla razılaşmaya bilir və bu qorxur ki, həmişə ona mane olacaq. Mənim fikrimcə lider olmaq
bilikli olmalıdır, təcrübəli olmalıdır, idarə etmə qabiliyyəti güclü olmalıdır və emosional, belə deyim, intellekt daha güclü olmalıdır. Amma texniki sahədən ayrılması bəlkə içində bir özgüvən olmalıdır ki, bunu özündə görsün. Hər bir şəxsdə bəzən özündə görmür, bəzən kənar şəxslər onu özündə görür, amma o onu özündə hiss etmir. Və bu zaman onun lider olması zamanı bəzən o risklərdən biri ola bilər ki, bu gün əgər həmin sahədə bir əməkdaşı ilə, bir dostu ilə yaxın əlaqəsi varsa, onun səhər ora keçidi zamanı digər dostlarının, digər işçi heyətinin onun artıq mənfi düşüncələr ki, bəli, bu gün bununla artıq bir həmkarı idi, sabah liderliyə keçdiyi zaman o da özünün yanına onu aparacaq. Amma heç də elə görsəmir, lider bir şəxs artıq lider keçdikdən sonra hər kəsə bərabər tərəfli baxmalıdır və bərabər tərəfli onların hüquqlarını qorumalıdır. Çox sağ olun. Bizim vaxtımız çox azdır. Ona görə də mən ənənəyə uyğun olaraq kiçik hədiyyələr var. Onları sizdən bölüşmək istəyərdim. Bilirəm ki, hamı çox aktiv idiniz, çox aktiv iştirak elədiniz. Amma mən bəzilərinizə bu hədiyyələri təqdim etmək istəyirəm, məcbətli olaraq. İlk növbədə siz zəhmət olmasa. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm, sağ olun. Siz, xanım, bəli, bəli. Sağ olun, aktiv kəşfinizi. Buyurun. Bakı Debat Klubundan yoldaşımız var idi. Siz, bəli, bəli. Sağ olun. Buyurun. Teşekkürler. Siz zəhmət olmasa, bəli. Teşekkürler. Sağ olun. Buyurun. Minnətdarım var. Siz zəhmət olmasa, yox siz, bəli. Siz, bəli. Sağ olun, teşekkürler. Bəli, siz zəhmət olmasa gəlin. Çox sağ olun, buyurun, təşəkkürlər. Və mən ənənəni davam edib sizlə kiçik bir xatirə şəkli çəkdirmək istəyərdim. Ümid edirəm ki, hamınız razısınız. Bir hüquqşünas olaraq mən sizdən bununla bağlı razılıq almalıyam. Əgər razısınızsa, kiçik bir selfie çəkdirəydim.